Peyğəmbər sallallahu aleyhi və səlləm bizə xəbər verir ki, kim Allah azza və cəlləni ibadətdə təkləşdirərsə və həmin təvhidi ilə məqsədi Allah azza və cəlləyə yaxınlaşmaq olarsa, nə onda riya olmazsa, nə də sum'a olmazsa, riya odur ki, yəni əməli edir ki, kimsə görsün, sum'a odur ki, bunu eşidib tərifləsinlər. Riya odur ki, görüb tərifləsinlər, mədh eləsinlər, sum'a odur ki, eşidib tərifləsinlər. Yəni, bu hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm bizə xəbər verir ki, kim la ilahə illallah deyərsə, Allahı təkləşdirərsə və özünün təvhidinin gərəkdirdiyi, tələb etdiyi şeyləri əməl edərsə və bununla da onun əsas məqsədi Allaha yaxınlaşmaq olarsa, riya olmazsa, sum'a olmazsa, Allah əzzə və cəllə onu cəhənnəm əzabından qurtarar, cəhənnəmi ona haram eləyər. Hədisdə bir neçə fayda var. Birinci fayda odur ki, la ilahə illallah ixlasla demək möminlərin sifətidir. Münafiqlərə müxalif olaraq, çünki münafiqlər la ilahə illallahı ixlasla demirlər, özlərinin dünyavi məqsədlərinə görə və s. deyirlər, ya mallarını, ya canlarını qurtarmaqdan ötürü. İkinci fayda, əsas faydalardan biri odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə deyir, kim Allahın üzünü diləyərək la ilahə illallah deyərsə, yəni bir şeyi də diləyən, istəyən mütləqdir ki, ona çatmağa səy etməlidir və mütləqdir ki, onun üçün əməl etməlidir və bütün gücünü, qüdrətini ona nail olmaqdan ötürü sərf etməlidir ki, bu da la ilahə illallah deyəndə onun həmin la ilahə illallah dediyi kəlmənin tələb etdiyi şeylərə, gərəkdirdiyi şeylərə əməl etməsi mütləqdir ki, insan deyir ki, yəni la ilahə illallah, yəni mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur. Bu səndən onu gərəkdirir ki, yalnız Allaha ibadət edəsən və ona heç bir şeyi şərik qoşmayasan. Yəni, yoxsa insan bir şeyə istəyərsə və onu əldə etmək üçün öz gücünü sərf etməzsə, onun istəyi naqis istək sayılır.